Salam hörmətli futbol azərkeşləri, Misri Premyer Liqasının 20-ci turun oyunlarından mübahisəli epizodlarına təhlil üçün qarşınızdayım. Sumqayıtın qapıçısı top uğrunda mübarizə zamanı gecikərək topa deyil, düşüncəsiz hərəkətlə rəqibin başına zərbə endirir. Hakim oyunu davam etdirir. VAR epizodu yoxlayır və Sumqayıtın qapıçısının qaydanı pozduğunu aşkarlayır. Bu səbəbdən VAR baş hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra doğru olaraq Sumqayıtın qapısına penalti təyin edir. Karvan Yevlaxın futbolçusu rəqibin zərbəsindən sonra öz zərbə meydanında topa əllə oynayır. Hakim oyunu davam etdirir. VAR epizodu yoxladıqda Karvan Yevlaxın oyuncusunun qeyri-təbii vəziyyətdə topu əllə blok etdiyini aşkarlayır. Bu səbəbdən VAR baş hakimi monitora dəvət edir. Hakim epizodu izlədikdən sonra doğru olaraq Karvan Yevlaxın qapısına penalti təyin edir. Kəpəzin oyuncusu öz zərbə meydanında rəqiblə top uğrunda mübarizə zamanı sürüşmə fənd edərək topu oynayır və ardından rəqiblə təmas yaranır. Hakim davam işarəsi verir. VAR epizodu yoxlayır və Kəpəzin oyuncusunun topu oynadıqdan sonra əlavə hərəkət etmədiyini müəyyənləşdirir. Bu səbəbdən hakimin meydandakı qərarının doğru olduğunu təsdiq edir. Kəpəzin oyuncusu rəqibin qapısına qol vurur. Ötürmə anında həmin futbolçu oyundan kənar vəziyyətdə olduğundan hakim qolu qeydə almır. VAR əvvəlcə oyundan kənar vəziyyətdən vurulan qolu yoxlayır və meydandakı qərarın doğru olduğunu təsdiq edir. İkinci yoxlama qoldan öncə Kəpəzin futbolçusunun ayağına zərbə şübhəsi ilə mümkün penalti epizodu olur. VAR müəyyən edir ki, hər iki oyunçu ayağını top istiqamətində aparır və Sabahın oyuncusunun rəqiblə yüngül təması yaranır. Bu təmas yüngül olduğundan VAR meydandakı qərarın doğru olduğunu təsdiqləyir. Kəpəzin oyuncusu rəqibin sağlamlığına məhəl qoymayaraq açıq ayaqla ayağın alt hissəsindəki şiplərlə rəqibin bud hissəsinə zərbə endirir. Hakim oyunçunu qırmızı vərəqə ilə cəzalandırır. VAR epizodu yoxlayır və ciddi qayda pozuntusuna görə hakimin qırmızı vərəqə qərarının doğru olduğunu təsdiq edir.